Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının və soyqırımı siyasətinin 200 ildən artıq tarixi var. Bu mənfur siyasətin pərdə arxasındakı əsas məqam isə Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, Azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq və həmin ərazilərdə ermənilərin bədbəxt hülyası olan dırnaqarası dənizdən dənizə Böyük Ermənistan dövlətini yaratmaq. Bu dərədə Qanlı Dərə adlanır. Bu dərədə həm o tərəfdən bizim müdafiəçilər, həm də bu tərəfdən Amazaspın dəstələri təxminən 3 gün müddətində bir-biri ilə mübarizə aparıblar. Deməli, bu müharibə vaxtı yerli sakinlərdən də bir çox ölən oldu və arxa tərəfdə olan, yəni ki, bu dərədən sonra gələn kəndlərin qarətinin qabağını almaq üçün bizim müdafiəçilər nə qədər qırğın versələr də onların qabağında möhkəm dayanmışdılar və 3 gün müddətində bir-biri ilə mübarizə aparan, çoxlu tələfat verəndən sonra Amazaspın dəstəsi eşidəndə ki, Bakıya Ənvər Paşanın başçılığı ilə Türk qoşunları gəlib, bu xəbəri eşidən erməni dəstələri ətraf meşələrə səpələnərək geri çəkilməyə məcbur oldular. Şamaxı qəzasında Azərbaycan Qafqazda ən qədim məscidlərdən olan ikincisi, birinci Dərbənddə idisə, ikincisi Şamaxıdaydı. İnsanlarımızın qadınlar, uşaqlar və qocalar Şamaxı məscidində və Şamaxıda olan bir neçə məsciddə sığınacaq kimi həmin hadisələr vaxtı gizlənmişdilər. Ermənilər bir neçə məscidi, o cümlədən böyük Cümə məscidini yandırmışdılar və orada çoxsaylı insan, qadın, qoca, uşaqlar yanmışdılar. Və bildiğimiz kimi bu Şamaxı məscidi həm həmin fotoşəkillərdə əksini tapır, eyni zamanda da 2009-cu ildə Cənab Prezident müvafiq sərəncam vermişdi və bu sərəncamdan sonra Şamaxı Cümə məscidi bərpa edilmişdi və ibadət yeri kimi fəaliyyətini davam etməkdədir. Eyni zamanda Şamaxıda, Bakıda siz bilirsiniz ki, Bakıda bizim mühüm binalarımız Bibi Heybət və eyni zamanda Şirvanşahlar Sarayında bir neçə dağıntılar, Açıq Söz qəzetinin mətbəəsi və bir çox yerlər yandırılmışdı. Ermənilər tərəfindən pulemyotlarla vurularaq dağıdılmışdı və bunlar hamısı tarixi sənədlərdə öz əksini tapıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılıb, həmin hadisələrə dövlət səviyyəsində siyasi hüquqi qiymət verilib. Ulu Öndər torpaqlarımızın işğalının qarşısını alıb, güclü dövlət və güclü ordu yaradıb, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görüb. Dahi liderin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanında ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti dərindən təhlil olunub, 31 Martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması qərarı aldı. Soyqırımı hadisələrinin tanınmasından ötəri bütün faktlar burada mövcuddur. Belə ki, kütləvi məzarlıq 2007-ci ildə Qubanın Stadion adlı ərazisi, hazırda olduğumuz məkanda tikinti işləri aparılarkən təsadüf nəticəsində quyular aşkarlandı. Eyni zamanda orada bir vəhşətin baş verdiyi, insanların hələ öldürülməmişdən qabaq küt alətlərlə incidildiyi, uşaqlara, qadınlara qarşı baltalarla kəllə sümüklərinə zərbələrin vurulduğu və təsəvvür edin ki, bir quyuda 700-dən çox insan qalığı var idi ki, bu insan qalıqlarının birində belə güllə dənəsi tapılmadı və bu da onu göstərir ki, bu insanlar kütləvi formada küt alətlərlə məhv edilmişdir. Bu qəhrəmanların şərəfinə Qusar şəhərində böyük bir abidə ucaldılıb. Təxminən 10-15 il bundan qabaq. 1918-ci ildən əvvəl və 1918-ci ildən sonra tarixin müxtəlif dövrlərində ermənilər yaranan şəraitdən və havadarlarından aldıqları dəstəklə öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün dəfələrlə xalqımıza qarşı etnik təmizləmə planını həyata keçirməyə cəhd etmiş və nəticədə güclü müqavimətlə rastlaşmışdı. Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırım aktlarına ən tutarlı cavab isə 2020-ci il sentyabr ayının 27-sində verildi. Ermənistan silahlı qüvvələrinin ölkəmizə növbəti təxribatı Azərbaycan ordusunu əks hücuma keçməyə məcbur etdi. Ordumuz 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda 21-ci əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan ordusu tərəfindən
düşmənin yüzlərlə müxtəlif təyinatlı döyüş texnikası hərbi qənimət kimi ələ keçirildi. Həmçinin Azərbaycan ordusu 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərini 24 saata yaxın bir müddətdə uğurla icra edərək tam və qəti qələbə qazandı. Eyni zamanda xalqımıza qarşı soyqırım aktı törədən ermənilərə və onun havadarlarına unudulmayacaq böyük bir tarixi dərs verdi. Təbii ki, əldə olunan qələbə Azərbaycan əskərinin gücü, onun döyüş hazırlığı Ali Başkomandan Xalq Ordu Birliyindən qaynaqlanmışdır. Əgər Azərbaycan əskəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki olan müasir silahların da heç bir dəyəri olmayacaqdı. Ermənilərin 200 illik iddialarının boşa çıxması, Vətən müharibəsində qazandığımız tarixi qələbə ilə əzəli torpaqlarımızın işğaldan azad olunması haqqın qələbəsidir. Xalqımıza qarşı törədilən soyqırım aktına ən tutarlı cavabdır.